Rusiya-Ukrayna müharibəsi davam edir. İstanbul isə əsas danışıqlar formatı və tərəflər Moskva və Kiyev bir-birinə növbəti İstanbul görüşü danışıqları haqqında mesajlar, atmacalar atıblar ki, biz danışıqlara hazırıq. Trumpın bildirdiyi Vatikan ilə Roma papası 14-cü Leon'da dediyi ki, Vatikan vasitəçilik edə bilər. Rusiya tərəfindən bir növ boykot edildi. Çünki Lavrov bildirdi ki, iki pravoslav ölkəsinin Vatikanda, yəni katoliklərin qibləsində görüşməyi biraz absurddur, heç bir məntiqəyə sığmır. Qeyd edim ki, Ukrayna əhalisində 84%-i xristianlığın pravoslav qoluna aiddir. Rusiyanın isə mütləq əksəriyyəti müsəlmanları, qeyri-millətləri çıxmaq şərti ilə. Həmin ərəfələrdə ümumiyyətlə 2-3 aydır ki, versiyalar səslənir ki, NATO-Rusiya müharibəsi gündəmdədir. Belə ki, Ukraynada atəşkəs razılaşması əldə olunsa, Ukrayna müharibəsi bitsə, Rusiyanın NATO ölkələrinə ordu ilə müdaxiləsi müzakirə olunurdu. Yəni, belə risklər mövcud idi. Əlbəttə ki, Şərq Avropa ölkələri əsasən bu fikirləri səsləndirirdi. Xüsusda Baltik yəni dövlətlər. Estoniya səhv etmirəmsə, Baltik dənizində təlimlərə başlayıb. Rusiya isə Mariya Zakharova bugünkü brifinqdə bunu eskalasiya kimi şərh edib. Yer gəlmişkən, Rusiya Federasiyası da bugün Baltik dənizində iri təlimlərə başlayıb. Bu isə doğrudan da həmin dənizdə belə deyim də, Baltik dənizi uğrunda elə bir ki, sanki mübarizənin təlim formasına keçiddir və bu təlim forması hərbi təlimlərin hərbi münaqişəyə çevrilmə ehtimalları da var, amma onu da unutmaq olmaz ki, Rusiya iki cəbhədə müharibə aparmayıb, daha doğrusu iki cəbhədə apardığı müharibələri qazanmayıb. O variant da var, həm də elə-belə cəbhə deyil də, yəni öz muxtariyyətlərindən hansındasa etirazları səngitmir, belə deyim, yatırtmır. Burada söhbət Avropa Şurası, Avropa İttifaqı, NATO üzvləri ilə gərginlikdən, toqquşmadan gedə bilər. Bu isə indiki halda Rusiyaya sərf eləmir, onsuz iqtisadiyyatı az-çox büdrüyüb və müdafiə sənayesindən asılılığı artıb. O halda Rusiya sərf edir, amma NATO ilə kəllə-kəlləyə gəlmək yox. Özü ki, Trump Putin Kremlinə, yəni sanksiyaları bir müddət əvvəl gündəmdə saxlaması da indi bu həftə ərzində Rusiyaya qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub və ağır sanksiyalar nəzərdə tutulub. Hətta rublun məzənnəsinin düşməsi ehtimalı da mövcuddur. Ona görə də Rusiyanın Mərkəzi Bankı ilə siyasi dairələr arasında panika yaranıb ki, rubl əldən gedir. Siz isə Ukraynanın hayındasınız.